Yəni 92-ci ildə Qaçqubadda qaça-qaç oldu. Anam, atam getdi qoydu və Sumqayıtda, Qoxuncuyda. Orada yol keçəndə mənim maşın vurdu. Aldığım travmalardan sonra mənə 2-ci qrup verdilər. Əliliyim təyin olunandan sonra mən çalışdım ki, öz işlərimdən məşğul olam, əl işləri ilə, ağac oyma işi ilə, başqa alətlər düzəldirəm, belə işlərlə məşğul oldum, ondan ailə qurdum, ailəmi qurmuşam, Allaha şükür. Evlatlarım var, bir oğlum var, bir qızım var, şükür Allaha, həyatımdan razıyım, Allaha şükür. Deməli, mən bu tütəyi Balabanı əsas ona görə bilirəm, üstünə düşdüm, öyrəndim ki, namə vermənlər, çıxmışdılar bunların öz adlarına, tütəkdir, Balabandır, zurnadır. Mən daha da yaxşı işlədim ki, bizim alət kimi tanısın, Azərbaycan aləti kimi tanısın. İlk bayramlarda mən deyirlər, gedir ora, əl işlərimi düzəldirəm, aparıram burada, satıram. Sağ olsunlar ki, bu şəraiti yaradırlar bizə. Mən deməli belə tütək düzəldirəm, Balaban düzəldirəm, musiqi alətləri, şəkil işləyirəm, bu şəhidlərimizin Allah rəhmət eləsin, şəkilini işləyirəm, xırda tar, kaman, qabal, belə üçlük düzəldirəm, əlimdən gəlir bu işlər. Demək olur ki, bu tütək, Balabanın mahir ifaçısıyam, tədbirlər olanda mənə də deyirlər, gedirəm, ifa edirəm. Elə əlillik arasında bir rəqabət olmalıdır, sağlam rəqabət. İşimizi bir-birimizdən üstün görmədik ki, mənim işim gözəldir, o da görməli ki, mənim işim gözəldir. Sağlam rəqabət çox gözəl şeydir. Mən o əlilliyi olan şəxslərə, vətəndaşlarımıza demək istəyərdim ki, özlərinə qapanmasınlar, bir iş görsünlər, yaxşı bir işlər görsünlər, özünə qapanmaq yaxşı deyil.